2. Metodiki səriştəlilik, kompetensiyalar. 21-ci əsrə keçid dövründən etibarən dünyanın müxtəlif ölkələrində eyni sual gündəmə gəlib. Bugün məktəb hansı insanı yetişdirməlidir? Artıq geniş şəkildə qəbul olunur ki, müasir cəmiyyətdə uğur qazanmaq üçün təkcə oxu-yazı bacarığına, bazı riyazi biliklərə və təbiət elmləri üzrə minimum məlumatla kifayətlənmək doğru deyil. Qlobal təşkilatların sənədlərində vurğulandığı kimi, insanlara həm şəxsi inkişaf, həm əmək bazarında rəqabət, həm də sosial və vətəndaşlıq həyatı üçün daha geniş spektrli bacarıqlar, 21-ci əsr kompetensiyaları lazımdır. Müasir dünyanın reallıqlarını müəyyən edən əsas məsələlərdən biri də informasiya bolluğudur. İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində hər bir insan gündəlik olaraq saysız-hesabsız mənbələrdən gələn məlumat axınına məruz qalır. Bu vəziyyətdə sadəcə məlumatı qəbul etmək kifayət etmir. Onu seçmək, mənbənin etibarlılığını qiymətləndirmək, müxtəlif məlumatları müqayisə edib mənalandırmaq və öz öyrənmə məqsədlərinə uyğun istifadə etmək bacarığı ön plana çıxır. Yəni, insanlardan gözlənilən, hazır biliklə kifayətlənən, pasiv tərəf olmaqları yox, öz öyrənməsini idarə edən, bilən, tənqidi düşünən, müstəqil qərarlar verən subyekt olmaqdır. Digər əsas məsələlərdən biri də əmək dünyasının kəskin şəkildə dəyişməsidir. Rutin, təkrarlanan qaydaya bağlı işlərin əhəmiyyətli hissəsi avtomatlaşdırılır. Bir çox peşələrin məzmunu qısa müddətli dövrlərdə yenidən formalaşır. OECD və digər qurumların təhlilləri göstərir ki, yeni iqtisadiyyat daha çox analitik və yaradıcı düşünməyi bacaran, mürəkkəb problemləri həll edən insanlarla və texnologiyalarla səmərəli işləyən işçi qüvvəsinə ehtiyac duyur. Bu şəraitdə şagirdlərə yalnız peşə adı öyrətmək yox, dəyişən şəraitə uyğunlaşa biləcək, öz bacarıqlarını yeniləyə biləcək, elastik düşüncə formalaşdırmaq prioritetə çevrilir. Belə bir mühitdə gənclərin qərar vermə, problem həll etmə, komandada işləmə, müxtəlif baxışları dəyərləndirmə, yeni ideyalar irəli sürmə, təşəbbüs göstərmə kimi bacarıqları xüsusi əhəmiyyət qazanır. Bu bacarıqlar həm onların şəxsi həyatında və karyerasında, həm də cəmiyyətin iqtisadi və sosial dayanıqlılığında mühüm rol oynayır. Nəticə etibarilə qeyd olunan tendensiyalar məktəbdə təlim və tərbiyə prosesinə ənənəvi yanaşmanın yenilənməsini zəruri edir. Təhsil müəssisəsi yalnız bilik ötürən struktur kimi deyil, demokratik dəyərlərə açıq, sosial məsuliyyətli, əmək bazarının tələblərinə hazır və ömür boyu öyrənməyə motivasiyalı fərdlərin formalaşdığı məkana çevrilməlidir. Müasir yanaşmada öyrənmə prosesi məlumatı əzbərləməkdən çox, biliklərin real situasiyalarda tətbiqi, fənlərarası əlaqələrin qurulması və şagirdin öz öyrənməsinə nəzarət edə bilməsi ilə xarakterizə olunur. Bu isə 21-ci əsr bacarıqlarının, tənqidi və yaradıcı təfəkkürün, əməkdaşlıq və ünsiyyətin, rəqəmsal və vətəndaşlıq kompetensiyalarının sistemli şəkildə inkişaf etdirilməsini təhsil siyasətinin əsas məqsədlərindən birinə çevirir. 2006-cı ildə Avropa Şurasının 21-ci əsrin insanı üçün müəyyənləşdirdiyi kompetensiyalar. 1. Savadlılıq kompetensiyası. 2. Çox dil bilmək kompetensiyası. 3. Riyazi, elmi və mühəndislik kompetensiyaları. 4. Mədəni məlumatlılıq və özünü ifadə etmə. 5. Şəxsi, sosial və öyrənmə kompetensiyası. 6. Vətəndaşlıq kompetensiyası. 7. Sahibkarlıq kompetensiyası. 8. Rəqəmsal savadlılıq. 1. Savadlılıq kompetensiyası. Savadlılıq kompetensiyası yazılı və şifahi şəkildə təqdim olunan informasiyaları, fikirləri, arqumentləri anlamaq, şərh etmək və müxtəlif forma və üslublarda ifadə etmək bacarığıdır. Bu kompetensiya təkcə mətn oxumağı deyil, mətnin məqsədini, əsas ideyasını, gizli mesajlarını anlamağı, eyni zamanda öz fikrini auditoriyaya uyğun şəkildə yazılı və şifahi formada çatdırmağı əhatə edir. Buraya həm də müxtəlif mətn tipləri, bədii, elmi publisist, media mətnləri, rəqəmsal kontent və s. ilə işləmək, informasiyanı seçmək və sistemləşdirmək bacarığı daxildir. Nümunələr.
Azərbaycan dili dərsində şagird hekayəni yalnız səlis oxumaqla kifayətlənmir, personajların davranışını əsaslandırır. Bu obraz niyə belə davrandı? Sualına cavab axtarır. Müəllifin hansı mesajı vermək istədiyini müzakirə edir və hekayənin ideyasını öz sözləri ilə ifadə edir. Tarix dərsində eyni hadisə barədə iki fərqli mənbə oxunur. Şagird hər iki mətnin faktlarını, istifadə olunan dil və üslubu, müəllif mövqeyini müəyyənləşdirib müqayisə edir. Hansı mənbənin daha obyektiv, etibarlı olduğunu əsaslandırır. Şagird gündəlik həyatda direktora yazılan rəsmi ərizə, müəllimə atılan e-mail və sosial şəbəkədə dostuna yazdığı mesaj arasında üslub, müraciət forması, ifadə tərzinin fərqli olmasını dərk edir və hər ünsiyyət növünə uyğun dil seçir. Layihə işi zamanı şagird bir mövzu haqqında müxtəlif mənbələrdən məlumatlar toplayır, təkrar və etibarsız məlumatları kənara qoyur, əsas fikirləri qısa plan və ya sxem şəklində sistemləşdirir, sonda bu məlumatlar əsasında mətn və ya təqdimat hazırlayır. 2. Çox dil bilmək kompetensiyası. Çox dil bilmək kompetensiyası bir neçə dildə ünsiyyət qurmaq, bu dillərdə təqdim olunan informasiyaları anlamaq, fikrini yazılı və şifahi şəkildə ifadə etmək bacarığıdır. Buraya yalnız leksik və qrammatik biliklər deyil, həm də dillərin müxtəlif üslub xüsusiyyətlərini, kommunikasiya qaydalarını və mədəni kontekstini nəzərə almaq bacarığı daxildir. Çoxdillilik həm formal təhsildə, xarici dil dərslərində, həm də qeyri-formal mühitdə mübadilə proqramları, beynəlxalq layihələr, onlayn mühit inkişaf etdirir. Nümunələr. İngilis dili dərsində şagirdlər yalnız dialoq əzbərləmir, həm də real məktub, e-mail, elan tərtib edir. Sosial mədəni fərqləri, məsələn, müraciət formalarını nəzərə alırlar. Beynəlxalq layihədə iştirak edən şagird həm yaşıdları ilə ingiliscə onlayn müzakirələr aparır, öz ölkəsi haqqında məlumat verir və başqa mədəniyyətlərə dair suallar ünvanlayır. Turistlərlə ünsiyyətdə şagird qısa sual-cavab aparır, istiqamət göstərir, sadə izahlar verir və beləliklə dilini real həyat situasiyasında tətbiq edir. 3. Riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyaları. Riyazi kompetensiya gündəlik həyatda, təhsildə və peşə fəaliyyətində qarşıya çıxan müxtəlif problemləri həll etmək üçün riyazi düşüncədən məqsədyönlü şəkildə istifadə etmək bacarığıdır. Bu kompetensiyanın əsasında yalnız hesablama texnikalarına yiyələnmək deyil, riyazi düşünmə tərzini formalaşdırmaq dayanır. Məsələn, nümunələri ümumiləşdirmək, qanun uyğunluqları görmək, məntiqi riyazi arqument qurmaq, nəticəni riyazi dildə ədədlər, formulalar, modellər, diaqramlar, qrafiklər vasitəsilə ifadə etmək və s. Riyazi kompetensiyaya malik şagird məişətdə rast gəldiyi situasiyaları, məsələn, büdcə planlaşdırılması, faiz, nisbət, məsafə, vaxt hesablamaları riyazi modelə çevirə bilir. Diaqram və qrafikləri oxuyur və şərh edir. Statistik məlumatları müqayisə edir. Elmi kompetensiya. Təbii aləmdə baş verən hadisə və prosesləri izah etmək, sual formalaşdırmaq, fərziyə irəli sürmək, sübutlar toplamaq və dəlillərə əsaslanan nəticə çıxarmaq bacarığıdır. Bu kompetensiya təkcə hazır elmi faktları bilməkdən ibarət deyil, həm də elmin metodologiyasını, müşahidə, eksperiment, model qurma, nəticələrin təhlili və tənqidi qiymətləndirilməsi kimi mərhələləri anlamağa əhatə edir. Elmi kompetensiyaya malik şagird sadə müşahidə və təcrübələr vasitəsilə niyə belə olur sualına elmi baxımdan cavab axtarır. Fərziyyəsini sınaqdan keçirmək üçün plan qurur, məlumat toplayır və nəticəni elmi dildə əsaslandırır. Elmi biliklərin cəmiyyət və ətraf mühit üçün doğurduğu imkan və riskləri, məsələn, enerji mənbələri, biotexnologiyalar, ekoloji qərarlar tənqidi dəyərləndirir. Texnoloji və mühəndislik kompetensiyası. İnsanların ehtiyac və problemlərinə cavab verən praktik həll və yeniliklər yaratmaq üçün elmi və riyazi bilikləri tətbiq etmək bacarığıdır.
Başqa sözlə elmi riyazi biliklərin real obyektlərə, sistemlərə, qurğulara, xidmətlərə çevrilməsi prosesində yaradıcı və sistemli şəkildə iştirak etmək səriştəsidir. Bu kompetensiya çərçivəsində şagird texniki və texnoloji obyektlərin sadə mexanizmlər, cihazlar, tətbiqlər necə işlədiyini başa düşməyə çalışır. Verilmiş problemi nəzərə alaraq sadə prototip, model və ya plan hazırlayır. Məsələn, suyun qənaətli istifadəsi üçün sistem, məktəbdə tullantıların çeşidlənməsi üçün həll, kiçik konstruksiya və s. Resursların məhdudluğunu, təhlükəsizlik tələbələrini, estetik və ekoloji amilləri nəzərə alaraq funksional, etibarlı və məqsədəuyğun həll axtarır. Bu üç kompetensiya birlikdə STEM yönümlü 21-ci əsr bacarıqlarının nüvəsini təşkil edir və şagirdin həm akademik uğuru, həm də gələcək peşə və gündəlik həyatında kompleks problemlərlə işləmə qabiliyyəti üçün baza rolunu oynayır. 4. Rəqəmsal savadlılıq kompetensiyası. Rəqəmsal savadlılıq rəqəmsal texnologiyalardan kompüter, planşet, smartfon, şəbəkə xidmətləri və süni intellekt alətləri məqsədyönlü şəkildə, təhlükəsiz, tənqidi və yaradıcı şəkildə istifadə etmək bacarığıdır. Bu kompetensiyaya rəqəmsal mühitdə informasiya axtarmaq, mənbələrin etibarlılığını qiymətləndirmək, rəqəmsal məzmun yaratmaq, həmçinin şəxsi məlumatların və onlayn davranışın təhlükəsizliyini təmin etmək daxildir. Rəqəmsal savadlılıq həm də kiber təhlükəsizlik, rəqəmsal etik davranış və onlayn ünsiyyət qaydaları ilə sıx bağlıdır. Nümunələr. Şagird layihə işi üçün internetdən informasiya toplayarkən müxtəlif saytlardan əldə etdiyi məlumatı müqayisə edir. Reklam xarakterli və etibarlı elmi maarifçi mənbələri fərqləndirir. İnformatika dərsində şagird yalnız hazır təqdimat şablonundan istifadə etmir, həm də qısa video, infografika və ya bloq yazısı hazırlayır, müəlliflik hüququ, stat gətirmə qaydalarını nəzərə alır. Məktəbdə müzakirə aparılır. Şagirdlər sosial şəbəkələrdə paylaşdıqları məlumatların uzunmüddətli təsirini dəyərləndirir. Şifrələrin təhlükəsizliyi və şəxsi məlumatların qorunması haqqında nəticə çıxarırlar. Şəxsi sosial və öyrənməyə kompetensiyası 5. Bu kompetensiyaya insanın özünü tanıması, emosiyalarını və davranışını tənzimləməsi, başqaları ilə səmərəli münasibət qurması və öz öyrənməsini planlaşdırıb idarə etməsi ilə bağlıdır. Şəxsi komponent öz güclü və zəif tərəflərini dərk etməyi, məqsəd qoymağı, stres və çətinliklərlə mübarizə aparmağı ehtiva edir. Sosial komponent əməkdaşlıq, empatiya, konfliktlərin konstruktiv həlli, müxtəlif baxışlara hörmət kimi bacarıqlara söykənir. Öyrənmək isə öyrənmə strategiyalarını tanımaq, öz öyrənmə tərzini müşahidə edib təkmilləşdirmək, ömür boyu inkişafı hədəf seçmək deməkdir. Nümunələr. Şagird imtahana hazırlaşarkən özünə həftəlik plan tərtib edir. Hansı fəndə nəyə daha çox ehtiyac duyduğunu müəyyənləşdirir. Dərsdən sonra qısa refleksiya yazaraq nə öyrəndim, növbəti dəfə nəyi dəyişməliyəm sualına cavab verir. Sinifdə qrup işi zamanı rol bölgüsü edilir. Hər kəs öz məsuliyyətini qəbul edir. Fikir ayrılığı yarananda şagirdlər qarşı tərəfi dinləyir, arqumentləri müzakirə edərək ortaq qərara gəlirlər. Məktəbdə emosiyaların idarə olunması ilə bağlı fəaliyyət keçirilir. Şagirdlər stresli situasiyalarda istifadə edə biləcəkləri strategiyaları, nəfəs məşqləri, fasilə, dəstək istəmə müəyyənləşdirirlər. 6. Fəal vətəndaşlıq kompetensiyası. Fəal vətəndaş mövqeyi kompetensiyası insanın cəmiyyətdə öz rolunu dərk etməsi, hüquq və vəzifələrinin fərqində olması, ictimai həyata laqeyd qalmayıb, şuurlu şəkildə qoşulması ilə bağlıdır. Bu kompetensiya həm gündəlik davranışda, həm də daha geniş sosial müstəvidə özünü göstərir. Şəxs yaşadığı ölkənin siyasi, sosial və iqtisadi quruluşunu ümumi xəttlərlə anlayır. Qərarların cəmiyyətə necə təsir etdiyini dərk edir. İnsan hüquqlarına, qanunun aliliyinə, gender bərabərliyinə və sosial ədalətə hörmətlə yanaşır. Fəal vətəndaş mövqeyi eyni zamanda məsuliyyət götürmək, cəmiyyətdə baş verən proseslərə biganə qalmamaq, müxtəlif baxışlarla dialoqa girmək və mümkün olduqda ümumi işə töhfə vermək deməkdir.
Müasir informasiya mühitində bu kompetensiya həm də kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən gələn məlumatlara tənqidi yanaşmağı, xəbərlərin mənbəyini sorğulamağı, manipulyativ və nifrət dolu çağırışları tanımağı, mövqe formalaşdırarkən emosiyadan çox fakta əsaslanmağı əhatə edir. Belə şagirdlər ictimai məsələlərə məni maraqlandırmır prizmasından yox, bu mənim və cəmiyyətimin gələcəyinə necə təsir edir sualı ilə yanaşmağa meyillidirlər. Onlar müxtəlif sosial qruplara, mədəniyyətlərə və baxışlara hörmət göstərməyə çalışır, mübahisəli mövzularda zoraki deyil, argumentə əsaslanan müzakirə yolu axtarırlar. Nümunələr: Dövlət bayramı, məsələn, Respublika günü və ya Müstəqillik günü ərəfəsində şagirdlər könüllü şəkildə məktəbdə kiçik tədbirlər təşkil edir. Ölkənin tarixi ilə bağlı viktorinalar qurur, dövlət rəmzləri barədə təqdimat edir və vətəndaş kimi mən nə edə bilərəm mövzusunda kiçik refleksiya yazırlar. Şagirdlər yerli icmada keçirilən ekoloji və ya sosial könüllü aksiyada parkın təmizlənməsi, ağac əkmə, qanvermə aksiyasına dəstək üçün maarifləndirici buklet paylanması və s. iştirak edir. Dərsdə isə bu təcrübəni ölkənin qanunları, vətəndaş məsuliyyəti və ictimai fayda kontekstində müzakirə edirlər. 7. Sahibkarlıq kompetensiyası. Sahibkarlıq kompetensiyası imkanları və ideyaları başqaları üçün dəyərə çevirə bilmək, yəni ideyadan real layihə və ya fəaliyyət formalaşdırmaq bacarığıdır. Bu kompetensiya yaradıcı düşünmə, təşəbbüskarlıq, riskləri qiymətləndirmək, qısa və uzun müddətli planlar qurmaq, resursları, vaxt, maliyyə, insan resursları səmərəli idarə etmək kimi elementləri özündə birləşdirir. Sahibkarlıq yalnız biznes qurmaq deyil, sosial, mədəni və ya ictimai sahədə yenilik etmək, məsuliyyət götürmək, prosesləri idarə etmək bacarığı kimi də başa düşülür. Nümunələr: Məktəbdə layihə çərçivəsində şagirdlər məktəb kitabxanasında yeni güşə yaratmaq ideyası irəli sürür. Büdcə planı hazırlayır, sponsor və ya dəstək imkanlarını araşdırır, işi qrafik üzrə həyata keçirirlər. Şagirdlər kiçik şagird şirkəti yaradır, əl işləri, açıqçalar, aksesuarlar və s. hazırlayıb yarmarkada satır, gəlirin bir hissəsini xeyriyyə məqsədi ilə istifadə edirlər. Bu zaman qiymət təyin etmə, reklam, komanda işi və maliyyə hesabatı öyrənirlər. Sosial sahibkarlıq nümunəsi kimi şagirdlər məktəbdə enerji qənaəti kampaniyası təşkil edir, məlumatlandırma afişaları hazırlayır, siniflərdə elektrikdən səmərəli istifadə üçün qaydalar müəyyənləşdirir. 8. Mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası. Mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası fərdin öz mədəniyyətini və digər mədəniyyətləri tanıması, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşması, mədəni elementləri, dil, ədəbiyyat, musiqi, incəsənət, adət-ənənə və s. dərk etməsi, bunlar vasitəsilə özünü ifadə etmə bacarığıdır. Bu kompetensiya estetik zövqün inkişafını, incəsənət və yaradıcılıq vasitəsilə hiss və fikirlərin ifadəsini, mədəni müxtəlifliyə dözümlü yanaşmasını təşviq edir. Nümunələr: Məktəbdə mədəniyyət günü keçirilir, şagirdlər öz regionlarının, eləcə də başqa ölkələrin milli geyimlərini, musiqi və mətbəx nümunələrini təqdim edir, fərqləri, oxşarlıqları müzakirə edirlər. Şagird teatr, sərgi və ya muzey ziyarətindən sonra gördüklərini refleksiya edərək qısa mətn, bloq yazısı və ya video təəssürat hazırlayır. Bu yolla həm mədəni təcrübəni, həm də öz baxış bucağını başqaları ilə bölüşür. Beləliklə, bu kompetensiyalar birlikdə 21-ci əsrdə insanın bilik, bacarıq və dəyərlərinin inteqrasiyasını təmin edir. Onlar bir-birindən ayrı funksional bloklar kimi deyil, bir-birini tamamlayan və üst-üstə düşən sahələr kimi başa düşülməlidir. Savadlılıq və ya çoxdillilik digər bütün kompetensiyaların əsas kommunikasiya bazasını, riyazi elmi və rəqəmsal savadlılıq müasir iqtisadiyyatda iştirak üçün zəruri alətləri, şəxsi sosial vətəndaşlıq, sahibkarlıq və mədəni kompetensiyaları isə həm fərdi, həm də sosial səviyyədə məsuliyyətli, yaradıcı və fəal mövqe tutmaq üçün zəruri olan bazanı təşkil edir. İkinci dərsin sonuna